Bu dəfə ev şəraitində tutqu qurabiyəsi hazırladım. 2 yumurtanın üzərinə 250 qram pesoq, 1-2 damla limon suyu, yarım stakan duru yağ əlavə eləyib mikserdə çalırıq ta ki pesoq əriyənə qədər. Pesoq əridikdən sonra mən mikserin başlığını dəyişirəm. Xəmir yoğuran başlığı istifadə edirəm və 1 paçka qabartma tozu əlavə elədim. 3 stakan yarım un əlavə edib gördüyünüz halda bir xəmir yoğrulur. Bu xəmiri 2 hissəyə bölürük. Bölünən bir hissəyə 2 qaşıq kakao əlavə edirik, yoğurub bir kənara qoyuruq və o biri yarım hissəyə isə 2 xörək qaşığı un əlavə edirik, yoğururuq ələ yapışmayan xəmir alana qədər. Sonra gördüyünüz şəkildə xırda-xırda kündələr hazırlayırıq. Həm ağ, həm kakaolu kündələr hazırlayırıq və gördüyünüz şəkildə onları birləşdiririk. Bir ağ xəmirdən, bir kakaolu xəmirdən qoyuruq və gördüyünüz kimi bu şəkildə hazırlayırıq. Sonra ovucumuzun içində yumurlayırıq və qoyuruq bir kənara. Bütün kündələri bax belə şəkildə, bu şəkildə hazırlayırıq və yığırıq listə. 180 dərəcədə 15-20 dəqiqə ərzində bişir. Sizin sobanızdan asılıdır. Deməli altı bir balaca qızarır, üzəri bir balaca quru olanda deməli bizim qurabiyələr hazırdır. Bu da bizim hazır olmuş qurabiyələrimiz. İçi yumşaq alınır, çox dadlı alınır. Burada isə kəsib sizə içini göstəririk. Çox gözəl, yumşaq bir qurabiyə alınır. Buyurun hazırlayın, nuş olsun hər kəsə.